Esselamu Aleyküm əziz tələbə və şagirdlər. Bugün sizlərlə Facts and Figures kitabından bir mətn oxuyacaq. Oxuyub onu tərcümə edəcək inşallah. Gəlin başlayaq. Bu kitabdan artıq dərslərə başlayırıq və gündə bir dənə mətn sizlərlə oxuyub tərcümə edəcək inşallah. The Kiwi. Mətnimiz kivi quşu haqqındadır. The kiwi lives only in New Zealand. Deyir kiwi yalnızca Yeni Zelandiyada yaşayır. It is a very strange bird because it cannot fly. O çox strange, qəribə deməkdir. Qəribə quşdur. Çünki o uçmağı bacarmır. The kiwi is the same size as a chicken. Kiwi cücə kimi eyni ölçüdədir. The same size. Cücə kimi eyni ölçüdədir. It has no wings or tail. Wings qanadlar deməkdir. Tail isə quyruq. Onun qanadları yaxud da quyruğu yoxdur. It does not have feathers like other birds. Onun digər quşlar kimi, like biz bilirik ki, xoşlamaq deməkdir, amma bir mənası da var, kimi deməkdir. Onun digər quşlar kimi feathers, lələkləri yoxdur. Its feathers look like hair. Look like bənzəmək, oxşamaq deməkdir. Yəni onun lələkləri hair, tükə bənzəyir, yəni tükə oxşayır. Each foot has 4 toes. Hər ayağın, yəni 4 dənə ayaq barmağı var. Its beak is very long. Long sifətdir və uzun deməkdir. Yəni onun dimdiyi, its beak, onun dimdiyi is very long, çox uzundur. A kiwi likes to have a lot of trees around it. Kiwi ətrafında çoxlu ağacların olmasını xoşlayır. It sleeps during the day. During ərzində deməkdir. Yəni gün ərzində o nə edir? Sleeps. Yatır. Because çünki the sunlight hurts its eyes. Çünki gün şüası belə deyək, gün işığı onun gözlərini hurt, zədələyir, incidir. Sonra it can smell things very well. O əşyaları çox yaxşı qoxlamağı bacarır. It smells things better than most birds do. O digər quşlardan nisbətən daha yaxşı qoxlamağı bacarır. The kiwi's eggs are very big. Kivinin yumurtaları çox böyük olur. There are only a few kiwis in New Zealand now. Deyir, indi Yeni Zelandiyada yalnızca bir neçə kivi quşları var. People do not often see them. See feildir. Tərcüməsi görmək deməkdir. See keçmiş zamanda olur. Saw gördü. Və insanlar deyir do not often see them. Deyir, insanlar onları tez-tez görə bilmirlər. The government hökumət deməkdir. The government said that people cannot kill kiwis. Hökumət deyir ki, insanlar kiwiləri cannot kill, öldürə bilməzlər. New Zealanders want their kiwis to live. Yeni Zelandiyalılar öz kiwilərinin to live, yaşamağını istəyirlər. There is a picture of a kiwi on New Zealand money. Yeni Zelandiya pulunun, belə deyək, money, pulunun üzərində kiwinin picture, şəkli var. Yəni kiwi quşunun şəkli var. People from New Zealand are sometimes called kiwis. Yeni Zelandiyadan insanlar bəzən kiwis adlandırırlar. İnşallah növbəti mətnimizdə görüşərik.